Pişiklərdən qorxduğu üçün hər zaman qəmgin və kədərli olan sıçanı görən cadugar onu pişiyə çevirir. Bir müddət sonra gəlib görür ki, pişik artıq itlərdən qorxmağa başlayıb. Cadugar düşünür ki, sıçanı daha güclü bir heyvana çevirməlidir. Bu dəfə də sıçanı pələngə çevirir. Bir müddət sonra gəlir baxır ki, bu dəfə də pələng ovçuları görüb və tüklərini töküb. Cadugar sıçana, mən sənə nə edirəmsə edim, sən qorxularını yenə bilmədin. Sizə demək istədiyim odur ki, hansı səviyyədə həyat tərzi yaşamağınızdan asılı olmayaraq, qorxularınızdan azad olmasanız, bu həyatda rahatlıq tapa bilməyəcəksiniz. Elə bir qorxu yoxdur ki, sadəcə siz dadasınız. Bir çox insan eyni qorxunu dadıb və buna görə də seçilmiş qurban olmadığının fərqinə varmalısan. Burada əsas məsələ təcrübədən keçməkdir. Düşünün ki, siz bir aktyorsunuz və sizə bir səhnə verilib. Hansı ki, bu səhnədə siz hansısa bir qorxunuzu oynamalısınız. Cəsarətli və azad olmağınız üçün bu səhnədən aktyor kimi oynamağı bacarmalısınız. Təcrübədən keçdikdən sonra bu səhnənin elə də qorxunc olmadığının və əbəs yerə qaçmağa çalışdığınızın fərqinə varacaqsınız. Yersiz qorxularından azad ol və yaşamağı seç. Qorxularının üzərinə gəl və əsarətdən qurtul. Unutma ki, nəyi xəyal edirsənsə, osan. İçimizdə hüdudsuz bir güc var. O gücdən düzgün istifadə edə bilsək, bu həyatda xəyallarımızı gerçəkləşdirə bilərik. Sən öz qəlbinin işığına doğru hərəkət et. Görəcəksən ki, cəsarət və xoşbəxtlik sənə qaça-qaça gəlir. Gününüz uğurlu olsun.